Azərbaycanda öldürülən Tatar əsilli Polyak generalı Məhəmməd bəy Sulkeviç Lifka Tatar olub həm də. Rus ordusunda yetişdirilib. Çox yaxşı bir təhsil olan Məhəmməd bəy Sulkeviç Rus-Yapon müharibəsində iştirak edib. Çindəki boksyorlar üsyanında belə olub. Eyni zamanda da 1-ci Dünya müharibəsində 1-ci müsəlman alayının başçısı olub. Və bu şəxs Rusiya imperiyası məğlub olandan sonra Krım hökumətində hərf və daxili işlər naziri olub. Daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə 1919-cu ildə gələrək Azərbaycan ordusunun yetişməsində böyük rol oynayıb. Bilirsiniz ki, bizdə kadr azlığı var idi. Niyə? Çünki ruslar heç vaxt müsəlmanları orduya almırdılar. Buna görə də bizdə kadr yetərsizliyi var idi və o boşluğu doldurmaq üçün Məhəmməd bəy Sulkeviç çox böyük işlər görmüşdür. Həm də bəzi planlar qurmuşdu. Əgər Bakı savaşda işğal edilərsə, Gəncə necə növbəti paytaxt olmalıdır və necə hökumət Gəncəyə çəkilməlidir. Bu planı qurmuşdu. Eyni vaxtda Bakı ətrafında müdafiə istehkamları tikdirmişdi. Səfərbərliklə bağlı ilk planı o hazırlamışdı. Buna da bərabər Azərbaycan ordusunda əmrlərin rusca verilməməsi üçün Azərbaycan dilində əmr terminlərinin hazırlanmasında çox böyük rol oynamışdı. Və beləliklə bu Tatar general istədiyi kimi müsəlman ordusunda xidmət göstərdi. 1920-ci ildə Bolşeviklər tərəfindən Azərbaycan işğal edildikdən sonra Məhəmməd bəy həbs edilir. Ondan sonra isə Bayıl həbsxanasında edam edilmişdir. Öldürülməyə aparılarkən Bayıl həbsxanasından mən fəxr edirəm ki, müsəlman ordusunun əskəri kimi ölürəm. Əlvida deyib. Günün sonunda insanlar ölər, amma məfkurələr ölməz. Və bu gün o xatırlanır. Onu öldürənlər yox.